2026-cı ilin dövlət büdcəsi ilə bağlı tənqidi fikirlər də var. Büdcənin normal olduğu qənaətində olanlar da var. 2026-cı ildə Azərbaycanda əhalinin sosial vəziyyəti necə olacaq? İnsanlarımızı nə gözləyir? Hansısa bir çətinliklər gözlənilirmi? Yaxşı olacaq, heç bir çətinlik də gözlənmir. 2026-cı ilin büdcəmiz bizim 41 milyard manatdır. Amma bu rəqəm dövlətin gücünü göstərən bir güc deyil. Bu rəqəm gələn ildəki reallığı göstərən bir gücdür. Bizim büdcəmiz 2026-cı ildə 41 milyard, yox 45 milyard da ola bilərdi, 50 milyard da ola bilərdi. Nəyin hesabına? Bir çox dövlətini, bizə bəzi dövlətlərin nümunə göstərirlər. Amma onların xarici borcları 50%, 60%, 70%'dir. Aha, xarici borcları büdcəni artıra bilərdik. Bizim xarici borcum 7%'dir. Biz əlavə 3% də xaricdən borc götürüb 10% eləsək, büdcəmizi də artıra bilərdik. Amma biz bunu etmirik. Niyə? Cənab Prezident deyir ki, real imkanlarımız nədir? O imkanlar hesabına da biz həyatımız davam edəcək. Çünki xarici borc almaq o dövlətdən asılı vəziyyətə düşməkdir. Doğru. İki dost bir-birindən borcu alırsa, o borcu qaytarana qədər onun yanında gözü kölgəli olur, dili gödək olur, onun nə deyirsə eləməli. Doğru. O ki, qaldı dövlətlər və dövlətlər və böyük maliyyə təşkilatları həvəslə borc verirlər, həvəsləndirirlər borc verirlər ki, sab özündən asılı vəziyyətə qalsın. İndi qonşu Ermənistan elektrik enerji sistemi özününki deyil, dəmir yol sistemi özününki deyil, hava nəqliyyat sistemi özününki deyil. Sənaye, metallurgiya sistemi hamısı o Rusiyadan aldığı borçlar hesabına Rusiyanın deyək orada mülkiyyətidir. Nə dövlətsən sən, yaxşı sənin ərazisində heç nə sənin özünki deyil, Rusiyanın mülkiyyəti. Sonra bəzi şəxslər Ermənistan büdcəsi ilə bizim büdcəmizi müqayisə edirlər. Onlar xarici borc hesabına mı büdcələrini eleşdirdilər? Həm xarici borc hesabına, həm də Rusiyaya, Avropadan və Qərb dünyasından tətbiq olunan sanksiyalara görə Rusiyanın bəzi malları Ermənistan üzərindən dünyaya çıxır. Əslində bu bir oğurluqdur da, bir iqtisadiyyatlı bir oğurluqdur. Digər tərəfdən də Ermənistanda müəyyən iş adamları ki, Rusiyaya, Ermənistan büdcəsinin yarısı təxminən oradan gələn bonusların hesabınadır. Bir hissəsi isə Rusiyanın həmin o mallarının qeyri-qanuni olaraq Ermənistan üzərindən satışa çıxarılmağı erməni mal adı ilə onun hesabını artıbdır. Amma biz yenə deyirəm, biz onu eləyə bilərik. Bizim bununla kifayət, amma bizim məqsədimiz o deyil. Bizim məqsədimiz odur ki, əhalinin sosial refahını qorumaq şərti ilə həm də dövlət borcumuzu artırmayaq. Və biz bu günləri bizim xərclərimizin böyük bir hissəsi Zəngəzurun və Şərqi Zəngəzurun və Qarabağın bərpasına gedir. İndiyə qədər biz ora 22 milyard manat 4 ildə pul qoymuşuq və gələn ilə də 3 milyard 500 milyon manat pul qoyacağıq. Ordumuza təxminən böyük bir məbləğdir. Yəqin açıqlamaq olar 8 milyard manata qədər müdafiə və təhlükəsizlik məsələləri gedir. Amma biz sülh müqaviləsi imzalayandan sonra bu məbləğ xeyli azalacaq. Ehtiyac yoxdur buna. Onlar artıq sosial sahələrə yönələcək. Və Qarabağın yavaş-yavaş öz potensialı artıq Qarabağdan və Şərqi Zəngəzurdan bizim büdcəmizə artıq pul daxil olur. Orada əkinçilikdən, sənayedən, birazdan turizm inkişaf edəcək orada. Və artıq yavaş o xərcin özün Qarabağın tikməsinə yönəldəcəyik. Bizim büdcəmiz isə yönəldəcəyik sosial xərclərə, səhiyyə xərclərinə, təhsil xərclərinə. Yəni biz bu günləri aldığımızı bu gün xərcləsək və sabaha nə əldə edə biləcəyik? Müdafiə təhlükəsizliyimizi nə ilə həyata keçirəcəyik və iqtisadiyyatımızı nə ilə inkişaf edəcəyik? Yəni bu mənada müxalifətin borcu tənqid eləməkdir. Mən buna razıyam, amma müxalifət gərək konstruktiv tənqid eləsin. Ədalətli olmalı. Ədalətli tənqid eləsin. Bəli, bəli. Böhtan atmasın və xalqı da ruhdan salan fikirlər söyləməsin. İqtidar isə reallıqları görür və iqtidar öz sözündə də, əməlində də xalq qarşısında məsuliyyət daşıyır. Mən arzu edərdim ki, bu məsuliyyətin 10%-ni müxalifət öz üzərində hiss edərdi. Mən konstruktiv müxalifətlə dişim yoxdur. Radikal hansı ki, müəyyən müxalifət var, xaricdə otururlar, göy yalandan özlərini bloger adlandırırlar, ekspert adlandırırlar. Bunlar əsl düşmənlərdir. Bunlar açıq deyil. Vətən xainləridir onlar. Bunlar vətən xainləri və artıq Azərbaycan məhkəməsi prokurorluq onlar haqqında iş qaldırıb, cinayət işi açıbdır. Onlara həbs cəzaları qiyamət olsa kəsibdir və onlar cəzalarını da çəkəcəklər. Amma
Mən hesab edirəm, o vətən xaininin ən böyük cəzası isə xalqın ona verdiyi addır ki, sən ömrü boyu vətən xaini kimi qalarsan, vətən xaini kimi də öləsən. Bunlarla işimiz yox. Amma reallıq da budur ki, iqtidar olaraq, iqtidar partiyası olaraq biz xalqımız qarşısında məsuliyyəti də başa düşürük, reallıqları da başa düşürük və cənab prezident yaxşı deyir ki, mən nəyi, necə və nə zaman edilməsini hamıdan yaxşı bilirəm. Buna görə də gələn ilimizin büdcəsi bizim xalqımızın sosial rifahını tam təmin edəcək bir büdcədir. Yəni ciddi risklər yoxdur. Heç bir ciddi risk yoxdur. İnflyasiyamız təxminən 5% bu ilkələrdə hətta qalacaqdır. Və cənab prezidentin bilirsiniz 2 gün bundan qabaq bir sərəncamı oldu. Az təminatlı insanlara bayram hədiyyəsi olaraq 200 manat hər az təminatlı insan ailəsinə bayram hədiyyəsi. Lazım gələcək. Yenə də bizim fondlarımız var, büdcələrimiz var. Bizim yenə deyirəm, müdaxilə məhsulumuz və ehtiyat fondumuz imkan verər ki, bizim büdcəmizi 2 dəfə də artıq böyüdək. Amma buna bir zərurət varmı ki, biz buradan alaq, buradan xərcləyək, sonra ehtiyatlarımız qalmaz. Buna görə də bizim büdcəmiz real büdcədir və gələn il əhalimizin sosial rifahını qoruyub saxlanmasına imkan verən bir büdcə.